Salam, hər vaxtınız xeyir, gününüz xeyirli olsun inşallah. Bugün dadlı bir şokoladlı keks pişirəcəm. Üzərini bəzəmək hər kəsin öz zövqünə uyğundur. Kim necə istəyirsə bəzəyə bilər. Mən bu şəkildə bəzədim. İnanın kremi də, keksin özünün dadı da çox dadlı olur. Əvvəlcə 3 yumurtanı qarışdırıram. Ərzaqlar az gedir, onu deyim ki, bura bir çimdik duz əlavə edirəm. Daha sonra 12 xörək qaşığı şəkər əlavə edirəm və şəkəri yaxşı-yaxşı qarışdırıram yumurta ilə. Çox da çırpmaq lazım deyil. Sadəcə ərisin şəkər biraz. Üzərinə bir paket vanilin əlavə edirəm. Daha sonra yenə 12 xörək qaşığı duru yağdan istifadə etdim. Duru yağı da əlavə edib yenə qarışdırıram. Ardınca mən 12 qaşıq süddən istifadə edəcəm. Demək olar ki, burada ərzaqların hamısı 12 xörək qaşığından istifadə edirəm. Yəni, ən dəqiq reseptdir və mümkün deyil ki, bu resept alınmasın. Südü də əlavə etdikdən sonra indi isə unu əlavə edirəm. 12 xörək qaşığı un əlavə etməliyəm, amma kakao əlavə edəcəyimə görə, kakao da bilirik ki, un kimidir. Ona görə 4 qaşıq kakao olacaq, 8 qaşıq da un olacaqdır. Və üzərinə qabartma tozu əlavə edirəm. Bir paket. İndi isə 4 xörək qaşığı görürsünüz ki, kakaonu əlavə edirəm. Bu qədər. Və qarışdırıram. Tam məhlul alınandan sonra bişirəcəyim qabı kərə yağı ilə əvvəlcədən yağlamışam və məhlulu tökürəm qabın içərisinə və 180 dərəcədə bişirirəm. Bu şəkildə gördüyünüz kimi qəşəng köpübdür və tən yarıdan, ortadan mən orta hissədən bıçaq vasitəsilə çalışıram ki, düz şəkildə kəsim. Düz şəkildə kəsdikdən sonra üst hissəni qoyuram bir kənara, alt hissəyə isə üzərinə əvvəlcədən hazırladığım bildiyimiz zavarnoy kremdir. Zavarnoy kremin içərisinə mən qatlaşdırılmış süd, karamelli qatlaşdırılmış süd əlavə etmişəm və dadı da çox gözəldir. Biraz da içərisinə hardasa 100 qram kərə yağı əlavə etmişəm. Bu şəkildə üst hissəni də qoyduqdan sonra üzərini isə ərilmiş şokoladla bəzəyirəm. Məndə meyvələr dondurucudan çıxardığım üçün üzərinə qoya bilmədim. Sizlər meyvədən istifadə edə bilərsiniz. Üzərini kokosla da bəzəyə bilərsiniz. Yəni, istədiyiniz arzuda bəzəyə bilərsiniz. İçərisini sizə göstərirəm. Çox dadlı olur, həm də yumuşaq olur. Mütləq hazırlayın. İzlədiyinizə görə təşəkkür edirəm.